Salam. Bu videoda dairəvi diaqram mövzusuna baxırıq. Əgər izahların davamlı olmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Başlayaq araşdırma müzakirə hissəsindən. Cədvəldə gün ərzində meyvə-tərəvəz mağazasında satılan meyvələr haqqında məlumat verilmişdir. Satılan hər meyvənin kütləsi bütün meyvələrin kütləsinin neçə faizini təşkil edir? Yəni, cəmi kütləni yazırıq məxrəcə, hansı meyvənin faizini tapmaq istəyiriksə, əgər onu yazırıq sürətə və vururuq 100-ə. İkinci sualda da deyir ki, bu məlumat dairəvi diaqrama köçürülərsə, hər hissəyə hansı meyvə daha uyğun gələr? Gəlin birinci diaqrama baxaq. Ən böyük hissəni hansı rəng təşkil edir? Narıncı rəng, düz deyil. Gəlin bunu böyükdən kiçiyə sıralayaq. Birinciyə yazaq narıncı. Ondan bir qədər kiçik ikinci hansıdır? Sarı. Yaşıl ondan biraz balacadır. Yaşıla deyək üçüncü, mavi isə olur dördüncü. Yəni, böyükdən kiçiyə doğru biz belə uyğunlaşdıracağıq meyvələrlə. Gəlin, indi meyvələrin faizini tapaq. Birinci baxaq almaya. Almanın kütləsi nə qədərdir? 40. Ümumi nə qədərdir? Bütün meyvələrin kütləsi 100. 100-də 40 vurulsun 100. Bərabərdir. 100-lər ixtisar gedir, olur 40%. Bu oldu almanın faizi. İndi baxaq nara. Narın kütləsi nə qədərdir? 15 kiloqram. 100-də 15 vurulsun 100. 100-lər ixtisar olunur. Olur 15%. Bu da oldu nar. Heyvanın kütləsi isə nə qədərdir? 20. 100-də 20 vurulsun 100. 100-lər ixtisar olunur. Bərabərdir 20%. Bu da nə oldu? Heyva. Gəlin indi armudun kütləsini tapaq. Necə tapa bilərik? Ümumi cəmi kütlədən digər 3 meyvənin kütləsinin cəmini çıxırıq. Yəni 100 çıxılsın. Bunların cəmi nə qədər edir? 40-ın üzərinə 15, 55, üzərinə 20, 75. Çıxılsın 75 də bərabərdir 25 kiloqram. Yəni armudun kütləsi 25 kiloqramdır. Faizi isə 100-də 25 vurulsun 100. 100-lər ixtisar olunur 25%. Bu da nə oldu? Armud. İndi gəlin diaqramda bunları yerinə yerləşdirək. Ən böyüyü dediyim kimi narıncı hissədir. Faizi ən çox olan meyvə hansıdır? Gəlin baxaq. Baxın, almadır. 40%-dir. Ən böyük faizi o təşkil edir. Ona görə narıncı hissəyə yazırıq alma. Digər ən böyük ikinci olan hansıdır? Armud. 25%. Sarı hissəyə yazırıq. Nədir bu? Armud. Armud. Üçüncü olan hansıdır? Heyva. 20% ilə. Dördüncü isə nardır, ən kiçik 15% ilə. Beləliklə uyğunluğu da tapdıq. Baxaq öyrənmə hissəsinə. Dairəvi diaqram. Tam və onun hissələri haqqında məlumatı təsvir etmək üçün dairəvi diaqramdan istifadə oluna bilər. Dairəvi diaqramın hissələrini kəsrli olduğu kimi faizlə də ifadə etmək olar. Bu zaman bütün hissələrə uyğun faizlərin cəmi 100-ə bərabər olmalıdır. Məsələn, şkafdakı hər növ kitabın bütün kitablarının neçə faizini təşkil etdiyi haqqında məlumat dairəvi diaqramda verilmişdir. Kitabların ümumi sayı 180 olarsa, yəni 180 bizim 100%-imizdir. Bədii kitabların sayını tapmaq üçün 180-in 35%-ni hesablamaq lazımdır. Yəni 180-i 100-də 35-ə vururuq. Olur 63. Yenə də. Yəni eyni rəqəmi həm onluq kəsirlə, həm də adi kəsirlə yazıb. Və diaqramda uyğunluğa yazırıq. Baxaq çalışma 1-ə. Dairəvi diaqramda dayanacaqdakı nəqliyyat vasitələrinin sayı haqqında məlumat faizlə verilmişdir. Dayanacaqda cəmi 120 nəqliyyat vasitəsi olarsa, uyğun cədvəl tamamlayın və diaqramdakı məlumatı cədvəldə təsvir edin. Baxın, bizə cəmi bütün nəqliyyat vasitələrinin sayı verib və hər birinin də faizini verib. Nə eləməliyik? Ümumi sayı vururuq faizə. Necə? Yəni 120, məsələn, minik maşını tapmaq istəmirik. Onun faizi nə qədərdir? 60. Vururuq 100-də 60-a. Sıfırlar ixtisar olunur. 12 vurulsun 6 da nə edir? 72. Deməli, bizim dayanacaqda 72 minik maşınımız var idi. Say hissəsinə yazırıq 72. Faizə də onsuz diaqramda verilib 60%. Bu şəkildə. Nümunədə isə onluq kəsirə vurub, mən isə adi kəsirlə vurmağı seçirəm. Çünki belə hesablamaq daha rahatdır. Yük maşınına gəlin baxaq. Faizi nə qədərdir? 20%. Gəlin indi 120-nin 20%-ni tapaq. 120 vurulsun 100-də 20.
%20'ni 5də 1 şəklində də yaza bilərsiniz və yaxud da yazdıqdan sonra hər iki tərəfi 20-yə ixtisar eləyib, daha sonra 5də 1 halına da gətirə bilərsiniz. 120-ni də 5-ə böləndə nə eləyir? 24. Cavabımız oldu 24 vurulsun 1, yəni 24. Yük maşınımızın sayı da yazırıq 24-dür. Avtobusların faizi nə qədərdir? 5%. Yazırıq 5% və 120-nin də 5%-ni tapırıq. %5. %5-i də yazmalıyıq 20-də 1. Və 20-yə də 120 ixtisar olunur. Nə qədər? 6. Avtobuslarımızın sayı da olur 6. Baxaq ikinci çalışmaya. Dairəvi diaqramda bir fermadakı heyvanların sayı haqqında məlumat faizlərlə verilmişdir. Fermada ümumi 600 baş heyvan varsa, uyğun cədvəl qurun və diaqramdakı məlumatı cədvəldə təsvir edin. Cədvəl dedikdə yenə də bu formada bir cədvəl nəzərdə tutur. Mən cədvəli çəkməyəcəm, amma onun içinə daxil eləyə biləcəyimiz hər bir məlumatı tapıb hesablayacağam. Gəlin A variantındakı suala baxaq. Keçilər bütün heyvanların neçə faizini təşkil edir? Ümumi bizim 600 baş heyvanımız var. Keçilər nə qədərdir? Keçilərin faizini verməyib. Amma biz bilirik ki, diaqramda olan bütün məlumatların faizlərinin cəmi nə eləməlidir? 100 eləməlidir. Gəlin keçilərin faizinə x deyək və hər birini toplayıb 100-ə bərabər eləyək. 5 üzərinə gəlinsin x, 10 və 75 bərabərdir 100-ə. Nədir? 90 üzərinə gəlinsin x bərabərdir 100, x də olur 10. Yəni keçilər neçə faizi təşkil eləyirmiş? 10. Gəlin bura yazaq 10. Aha. Neçə faizini təşkil eləyir? Tapdıq 10%. Ən az və ən çox sayda olan heyvanlar hansılardır? Yenə də faizlərə əsaslanaraq bunu hesablamadan da deyə bilərik. Ən az faiz hansıdır? Camış. Ən azımız camışdır. Ən çoxumuz isə 75, yəni qoyundur. Camış və qoyun. Hansı növ heyvanların sayı eynidir? Yəni hansılarının faizləri eynidir? Əlbəttə ki, keçi və inək. Hər birinin faizi 10-dur. Keçi və inək. Fermada neçə camış var? Əgər ümumi 600 baş heyvan varsa və camışlar da 5%-i təşkil eləyirsə, tapırıq 600-ün 5%-ni. %5. Bu olur 20-də 1. 600-ü də 20-yə bölürük, olur 30. 30 ədəd camış var fermada. Qoyunların sayı keçilərin sayından nə qədər çoxdur? Qoyunlar 75%-i təşkil eləyir, keçilər isə 10%. 75-dən 10 çıxıb 65%-i birbaşa 600-ün 65%-ni tapıb cavaba da yaza bilərik. Əvvəlcə qoyunun, sonra keçinin ümumi sayını tapıb bir-birindən çıxada bilərik. Gəlin ayrı-ayrılıqda tapıb çıxaq. Birinci qoyunu tapaq. 600-ün yəni 75%-ni. 75-də nədir? 4-də 3. 600-də 4-ə ixtisar olunur. Nə olur? 150. 150 vurulsun 3-də nədir? 450. Yəni bizim fermada 450 qoyunumuz var. İndi isə gəlin keçini tapaq. 600 vurulsun %10. Yəni 10-da 1. 10-da 600-lə ixtisar gedir 60. Fermada 60-da keçimiz var. Nə qədər çoxdur? 450 çıxılsın 60, yəni 390 ədəd çoxdur. Baxaq 3-cü çalışmaya. Məktəbdə 5-ci sinif riyaziyyat fənni üzrə qiymətləndirmədə 60 şagird iştirak etdi. Yəni bizim 100%-imiz nədir? 60 şagirddir. Dairəvi diaqramda bu şagirdlərin aldıqları qiymətlər haqqında məlumatlar faizlə verilib. Neçə şagird 5 qiyməti aldı? 5 qiyməti alanların faizi verilməyib. İndi gəlin 100-dən digərlərinin cəmini çıxıb tapaq. 50%, 25% və 5%. Cəmləri nə eləyir? Bunların 30, ümumi isə 80. 100 çıxılsın 80-də nədir? 20%. Deməli 5 alanların faizi isə 20-dir. Ümumi say nə qədər idi? 60 şagird. 60 vurulsun %20. Yəni 5-də 1. 5-i də 60-ı da 5-ə bölək nə olur? 12. Yəni sinifdə 12 nəfər 5 qiymətini alıb. A-mızın cavabı oldu 12. 4 qiyməti alanlar 5 qiyməti alanlardan nə qədər çoxdur? 5 qiyməti alanları tapdıq. İndi isə gəlin 4-ü tapaq. 50%, yəni nə deməkdir? 2-də 1, yarısı. 60-ın da yarısı nədir? 30. Yəni 30 nəfər 4 qiymətini alıb. Nə qədər çoxdur isə 30-dan da 5 alanların qiyməti nə qədər idi? 12. 30-dan da 12-ni çıxırıq.
18 nəfər çoxdur. Neçə şagird 3 qiymət aldı? 3 qiymətinin faizi nə qədərdir? 25. Yəni 4də 1. Ümumi qiyməti şagirdlərin sayını vururuq 4də 1-ə. Yəni %25-ə. 60-ı da 4-ə bölürük, olur 15. 15 şagird isə 3 qiymətini alıb. Baxaq 4-cü çalışmaya. Dairəvi diaqramda bir ailənin aylıq kommunal xərcləri təsvir olunmuşdur. Ailənin aylıq elektrik sərfinə 72 manat ödədiyini nəzərə alaraq suallara cavab verin. Elektrik sərfi ümuminin neçə faizini təşkil edir? 30%-ni. Yəni biz nəyi tapmalıyıq? 30% 72 manat olan ədədir. Onu tapıb nə edirik? Yəni bizim 100%-imiz həmin ədəd olmalıdır. 30%-imiz 72 manatdırsa, bizim 100%-imiz nə qədərdir? Biz birinci bunu tapmalıyıq. Bunu da necə tapırıq? Həmin bu 72-ni vururuq. Normalda faizi tapanda nə edirdik? 30% tapanda %30-a vururduq da, düzdür? İndi isə tərsinə vururuq. 30-da 100-ə. Çünki biz ümumini 100%-i tapmağa çalışırıq. Gəlin vuraq. Sıfırlar ixtisarı olunsun. 72 ilə də 3 ixtisara geçsin. Nə olur? 24. 24 vurulsun 10-da nə olur? 240. Yəni bizim ümumi aylıq kommunal xərcimiz nədir? 240. 100%-imiz 240-dır. Ümumi nə qədər oldu? 240. Ay ərzində qaz sərfiyyatı üçün nə qədər ödənildi? Ümumimiz nə idi? 240. Qazın faizi nədir? 40. Vurulsun %40. Sıfırlar getdi. Bura olur 5-də 2. 5-lə də 240 ixtisar olunsun. Nə olur? 48. 48 də vurulsun 2 nə olur? 96. 96 manat qaz sərfiyyatıdır. Baxaq son olaraq C variantına nədir? Telefon üçün ödənilən pul su sərfiyyatı üçün ödənilən puldan nə qədər çoxdur? Gəlin telefonu tapaq. 240 vurulsun. %15. Sıfırlar getdi. 5-ə də gəlin ixtisar eləyək. Burada qalır 2, burada qalır 3. 2 ilə də 24 ixtisar olunsun. Burada da qalır 12. 12 vurulsun 3 isə 36. Yəni aylıq telefona 36 manat pul xərcləyirlər. Telefon üçün ödənilən pul su sərfiyyatı. İndi gəlin suyu tapaq. Su nədir? 5%. Yəni 240 vurulsun %5. %5-də nədir? 20-də 1. 20-yə də gəlin ixtisar eləyək. Olur 12. Su pulu da 12 manatdır. Telefon isə 36. Nə qədər çoxdur? 32. 36 çıxılsın 12-də olur 24 manat. C variantına cavabı oldu 24. Son olaraq baxaq 5-ci suala. Şagirdlər arasında ən çox sevdikləri dondurma haqqında aparılan sorğuda 5A sinifindən 20 şagird, 5B sinifindən isə 30 şagird iştirak etdi. Sorğunun nəticəsi dairəvi diaqramlarda verilmişdir. 5A sinifinin faiz göstəriciləri budur. Karamelli isə 10%-dir. Yəni bura 10% yazaq. 5B sinifinin isə göstəriciləri bu şəkildədir. 5A sinifində neçə şagird karamelli dondurma sevir? 5A sinifində 20 şagird var. Yəni 100%-imiz 20 şagirddir. 20 vurulsun. Karamellini soruşur. Yəni %10%. Vurulsun %10, yəni 10-da 1. Sıfırlarda ixtisar olunur. Olur 2 nəfər. Neçə şagird? 2 şagird. 5B sinifində neçə şagird karamelli dondurma sevir? 5B sinifində isə 100%-imiz nədir? 30. Yəni 30 vurulsun. Karamelli də burada faizi nədir? %20. Vurulsun %20. Yəni 10-da 2. Sıfırlar da ixtisar olunur. 3 vurulsun. 2 də olur 6. 6 şagird. Hansı sinifdə çiyələkli dondurma xoşlayan şagirdlərin sayı daha çoxdur? Gəlin hər birində tapaq. Çiyələkli burada 30%-dir. Yəni 20 vurulsun. %30. Sıfırlar ixtisar olundu. 2 vurulsun 3, 6. Burada 6 nəfərdir. İndi gəlin digər sinifdə 5B sinifində tapaq. 30 vurulsun. Burada faiz nədir? %20. Sıfırlar ixtisar olunur. 3 vurulsun 2, 6. Burada da həmçinin 6 nəfərdir. Bərabərdir yəni. Heç birində say daha çox deyil. 2 sinifdə cəmi neçə şagird vanilli dondurma sevir? Yenə də hər birini ayrı-ayrılıqda tapaq. 20-nin birinci 20%-ini tapaq. %20. Sıfırlar gedir. İxtisar olunur. 2 vurulsun 2 də olur 4. Burada 4 nəfər sevir vanillini. Burada nə qədər? 30-un neçə faizini tapırıq? 10%-ini. %10. Sıfırlar ixtisar olunur. 3 vurulsun 1 də 3. Burada isə 3 nəfər sevir.
Bizdən amma ümumini soruşur. Yəni 4 üzərinə gəlsin 3. Ümumi 7 şagird vanilli dondurmanı sevir. Bugünlük bu qədər idi. Sağ olun.